Onlayn platformada beynəlxalq Ümid Gününə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə Azərbaycan rəssamları ilə yanaşı Amerika, Portuqaliya, Türkiyə, Almaniya və Rusiyadan olan rəssamlar da iştirak ediblər. Virtual sərginin ölkəmizdən olan iştirakçılarının mükafatlandırılması üçün beynəlxalq qalereyada tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnura İskəndərova bildirib ki, onlayn platformada təşkil olunan sərgilər rəssamların tanınılmasında və sənət mübadiləsində böyük əhəmiyyət daşıyır. Sərgidə fəxri qonaq olaraq Xəbərtime portalının rəhbəri Yeganə Telman qızı, rəssam və müəllimlər Aygün Kamil qızı, Leyla Burxanova, Sevinç Hüseynova, Elvira Elvi, həmçinin gənc rəssamlar Günal Məcidsoy, Sara Hüseynova, Gülsənəm Məmmədzadə, Aytaç Hacıyeva, 5 nömrəli Uşaq və Gənclərin İnkişafı Mərkəzinin müəllimi, modelyer dizayner Nigar Əzimova tələbələri ilə iştirak edirdilər. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə fotoları çəkilib. Dünya Ümid Gününüz mübarək.